Maşa və Ayka. Biri var idi, biri yox idi. Bir vaxt dünyada iki qız var idi. Birinin adı Maşa, o birinin adı Zoyka idi. Maşa hər şeyi özü etməyi çox sevirdi. Şorabanı özü yeyirdi. O özü fincanında süd içirdi. Oyuncaqlarını dolaba özü yığırdı. Ancaq Zoyka özü nəsə etmək heç istəmirdi və sadəcə deyirdi. Ay, istəmirəm. Ay, bacarmıram. Ay, etmirəm. Hər şey ay və ay. Beləliklə onu Zoyka deyil, Ayka çağırmağa başladılar. Deşilmiş cib. Bugün Şıltaq Aykanın doğum günüdür. Maşa Aykanın yanına gəldi və ona gözəl şəkli olan böyük bir konfet verdi. Ayka konfeti cibinə qoydu. Maşa ona dedi, cibində deşik var, iynə sapı götür, tik. Ayka da həmişəki kimi dedi. Ay, istəmirəm. Ay, etməyəcəm. Ay, deşik çox balacadır. Mən ipək sapı sevmirəm. Ay, tikmək istəmirəm. Mən gəzmək istəyirəm. Maşa və Ayka meşəyə getdilər. Dovşanın evinə çatdılar. Ana dovşan dedi. Ad günün mübarək, Ayka. Al, sənə 2 şirin yer kökü hədiyyə edirəm. Ayka yer kökünü də cibinə qoydu. Yenə yola düzələn qızlar kürən sincab ilə qarşılaşdılar. Sincab Aykanın cibinə iri, qızılı rəngli, gözəl qoz fındıq tökdü. Sonra yolda qonur ayı ilə rastlaşdılar. Ad günün mübarək, Ayka, al sənə hədiyyə olaraq bir qab bal verirəm. Ayka bal qabını da cibinə qoydu. Maşa və Ayka evə qayıtdılar. Ayka baxdı ki, cibi bomboşdu. Balaca deşik indi böyüyüb olub nə boydana. Bütün hədiyyələr deşikdən düşüb. Ay, hədiyyələrim getdi, deyib ağladı. Ay, mən niyə deşik və balaca olanda tikmədim ki? Birdən Maşa dedi. Bax, Ayka, sənə verdiyim konfet otun üstünə düşüb qalıb. Elə bu vaxt ana dovşan qaçıb gəldi. Pəncəsində 2 şirin yer kökü var idi. Sən mənim yer kökümü itirmisən, Ayka. Mən onları talada tapdım. Sincab da budaqların üstündən atıla-atıla gəlib dedi. Ayka, al sənə verdiyim qoz fındıqlar, onları yolda tapdım. Qonur ayı da gəldi. Al, Ayka, sənə verdiyim baldır. Ağacın altından tapdım. Ay, hamınıza təşəkkür edirəm. Ayka sevindi. Ay, indi iynəni də, sapı da çox sevəcəm. Balaca deşik böyük çətinliklər yarada bilər. Hamı gülə deyə evə girib süfrəyə əyləşdilər və çay içməyə başladılar.